Zonyant bir tərəfdə karbamid istehsal olunur. Bura regionun ən böyük gübrə istehsal edən zavodudur. Sistemli transformasiya, innovasiya və rəqəmsallaşma istiqamətində səmərəli fəaliyyət, sənaye 4.0 texnologiyalarının tətbiqi. Sokar karbamid zavodunda işlər belə icra olunur və nəticədə səmərəli əməliyyat prosesi ilə yanaşı, həm də real vaxtda proqnoz verə bilən, adaptasiya olunan, davamlı inkişaf edən ağıllı zavod formalaşıb. Yıllık kapasitemiz 650 bin ton. 2024 yılından itibaren biz 100%'e çattık ve 650 bin ton karbamid üretmekteyiz. Ama bizim hedefimizde tabii 670 bin, 680 bin tonlara kadar çıkma hedeflerindeyiz. Bunun yanında da üretmiş olduğumuz karbamidi başka mahsule çevirerek, hammal olarak kullanarak farklı mahsullerde satışlarını yapmayı düşünüyoruz. Zavodda ümumilikdə 4-cü sənaye inqilabına uyğun olaraq 42 rəqəmsal və süni intellekt əsaslı həll tətbiq edilib. Görülən işlər qapalı dövriyyəli avtonom proses idarə etməsini, generativ süni intellekt və robototexnika vasitəsilə işçi qüvvəsinin dəstəklənməsini təmin edərək məhsuldarlığı 21%, təbii qazdan istifadə səmərəliliyini isə 24% yüksəldib. Qeyd edilən transformasiya nəticəsində karbon emissiyalarında 19%, proses tullantılarında 72%, planlaşdırılmamış dayanma müddətində 82% azalma əldə edilib. Karbamid zavodunun beyin mərkəzindəyi bütün zavod buradan idarə olunur. Bunlar avtomatik idarə etmə sistemi və qabaqcıl idarə etmə sistemləri ilə avadanlıqların və texnoloji parametrin tənzimlənməsini həyata keçirilir və eyni zamanda onun üzərində daha yaxşı həllər tətbiq edilir və daha böyük ekranlarda biz onu görə bilirik. Bunlar artıq rəqəmsal həllərdir, hansı ki, ayrı-ayrı işləyən sistemləri daha mərkəzli, daha belə bir-birinə əlaqələndirərək real vaxt müddətində ona cavab verə bilən və bizə məsləhətlər verə bilən bir sistemlərdir, hansı ki, daha yaxşı hansı seçimdə onu edək deyə. Zavodda yeni layihələr də icra olunur. Energy Network Optimization model deyilən bir modelimiz var, hansı ki, enerjinin qənaətinə bizə kömək göstərir. Həmin bu model, onu da qeyd eləmək istəyirəm ki, bu model bizdə in-house olaraq, yəni ki, özümüz tərəfindən yaradılıb və həmin bu model artıq digər zavodlarda tətbiqi, istifadəsi icra olunur. Bütün bunların nəticəsidir ki, bugün karbamid zavodu Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində nüfuzlu qlobal mayak şəbəkəsinə üzv qəbul edilib və eləcə də forumun rəqəmsal mayak mükafatına layiq görülüb. Sokar karbamid Mərkəzi Asiya regionunda və Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu platformaya qoşulan ilk zavod, Sokar isə dünyada 3-cü rəqəmsal mayak mükafatına sahib olan yeganə enerji şirkətidir. Ayşən Cümşudova, Fəzail Kamalov, ASTV Xəbər.